Bugün sosial şəbəkələri və şou aləmini silkələyən bir mövzuyla qarşınızdayıq. Meyxanaçı Akşin Fatih haqqında yayılan ailəsi nəfəsə görə dağılıb iddiaları nə dərəcədə doğrudur? Akşin ilk dəfə susqunluğunu pozdu və hər şeyi açıq-aşkar danışdı. Bu açıqlama bir çox söz-söhbətlərə nöqtə qoyacaq. Meyxanaçı Akşin Fatih son günlərdə sosial şəbəkələrdə və mediada yayılan boşanma xəbərlərinə münasibət bildirib. Xüsusilə onun nəfəslə olan videolarından sonra ailəsi dağılıb kimi iddiaların ortaya atılması sənətçini danışmağa məcbur edib. Kanal.az xəbər verir ki, efirlərin birində qonaq olan söz ustası bu məsələyə aydınlıq gətirərək deyib: "Mənim nəfəslə olan bəzi videolarımın şərh bölümündə də bu cür fikirlərə çox rast gəlirəm. Bu mövzu barədə deyirəm ki, bir dəfəlik hamı bilsin. Belə iddialar ona görə yaranır ki, mən nə qız övladlarımın, nə də onların anasının heç bir yerdə, sosial şəbəkələrdə belə görüntüsünün paylaşılmasına heç vaxt icazə verməmişim." Akşin bildirib ki, o ailə həyatını hər zaman mediadan və sosial platformalardan uzaq tutmağa çalışıb. "Kimsə xanımının əlindən tutub sosial mediaya çıxmamı istəyir, hamı tanısın. Amma mən elə şeylərdən uzağam. Mənə doğma olan insanlar mənim baxışımı, əqidəmi çox gözəl bilirlər." Sənətçi bundan sonra övladlarını da efirlərə çıxarmayacağını xüsusi olaraq vurğulayıb. "Bundan sonra heç oğul övladlarımı da efirlərə gətirməyəcəyəm. Mən ailə mövzusuyla gündəmə gəlmək istəmirəm. Hazırda ailəmin içindən, xanımımın yanından gəlirəm." Bu sözlərlə Akşin Fatih ailəsi dağılıb və nəfəsə görə boşanıb iddialarının tamamilə əsassız olduğunu açıq şəkildə bəyan edib. Onun açıqlaması göstərir ki, burada söhbət ailə problemi deyil, şəxsi prinsip və ailə məxfiliyinə hörmətdən gedir. Sizcə, məşhurlar ailə həyatını sosial şəbəkələrdən tam uzaq tutmalıdır, yoxsa bu marağı daha da artırır? Akşinin mövqeyi sizə nə qədər doğrudur? Fikirlərinizi mütləq şərhlərdə yazın. Videonu bəyənməyi unutmayın. Kanalımıza abunə olun. Xəbər bürosuyla gündəmdəki ən şok və ən doğru xəbərləri birlikdə izləməyə davam edək.